Əziz müsəlmanlar, bugün növbəti dərsimizi götürəcək. Keçənki dərsdə biz birinci qaydanı iki hissəyə bölüb götürdük və bildik ki, birinci qayda övlad tərbiyəsində birinci qayda 3 hissədən ibarətdir, 3 mərhələdən. Birinci mərhələ onun uşağın 1 yaşından 7 yaşına qədər olan tərbiyə mərhələsidir. Və orada hansı hallar baş verir və müalicə yolları nədir, qısa olaraq toxunduq. Ondan sonra növbəti dərsimizdə ikinci mərhələ 7 yaşdan 14 yaşa qədər olan mərhələsini götürdük və tərbiyə mərhələsini və həmçinin də ondan sonra üçüncü mərhələ 14-dən 21 yaşa qədər olan mərhələsini, ən çətin mərhələ barəsində götürdük və orada baş verən şeylər və orada müalicə üsulları necə olmalıdır, onlara toxunduq. Bugünkü dərsimizdə isə Allahın müvəffəqiyyəti ilə ikinci və üçüncü qaydanı götürəcək. Allah Teala'dan deyirəm ki, Allah Teala bizi eşli faydalanlardan eləsin. Allah Subhanahu Teala bizim zürriyyətimizi islah eləsin. Allah Subhanahu Teala bizi həm özümüzü islah etməyə, həm də övladlarımızı islah etməyə bizi müvəffəq eləsin. Şeyx ikinci qaydada deyir ki, qayda olaraq gətirir, deyir ki, valideynlərinizə qayğı göstərin, hörmət edin. Onların qayğısına qalın ki, övladlarınız da sizin qayğınıza qalsın. Çünki əməl, cəza əməlin növündəndir. Yəni, bir insanın başına gələn bir xeyir iş və yaxud da bir mükafat ona verilən və yaxud da bir cəza onun əməlinin müqabilindədir. Nə əməl etmisənsə, onun müqabilində mükafatlandırılacaqsan. Çünki deyir ki, bu həyat həm borcdur, həm də vəfadır. Yəni, başqaları qarşısında məsuliyyət və həmçinin də sədaqət, sözündə durmaq və vəfalı olmaqdan ibarətdir. Və həmçinin deyir ki, kim valideynlərinə qarşı qayğıkeş olarsa, onlara qarşı hörmət edərsə, ihsan edərsə, qayğı göstərərsə, övladları da ona qayğı göstərər, ona hörmət edər, onun üzünə ağ olmaz. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədislərin birisində deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm valideynlərinizə yaxşılıq edin, onlara ihsan edin, övladlarınız da sizə ihsan eləsin. İbnül Qayyim rahimehullah bu məsələ barəsində gözəl sözlər zikr etmişdir. Hansı ki, necə deyərlər, qızıl hərflərlə yazılası kəlmələr zikr etmişdir. O kəlmələrin bəziləri Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərindən götürülən kəlmələrdir. Həqiqətən çox qiymətli sözlərdir övlad tərbiyəsində. İbn-i Qayyim rahimehullah deyir ki, buna görə də deyilir ki, mükafat, yəni insana verilən cəza, mükafat onun əməlinin müqabilindədir. Əgər xeyir əməl etmisənsə, onun müqabilində xeyir görəcəksən. Əgər şər əməl etmisənsə, onun müqabilində də qarşılığını görəcəksən. Çünki buna da bəzi statlar gətirir Peyğəmbər s.ə.v-in hədislərindən. Necə ki, Peyğəmbər s.ə.v hədisində deyir ki, kim bir müsəlmanın eybini örtərsə, Allah da onun eybini örtər. Yəni, əməli nə idisə, mükafatı da odur. Kim bir müsəlmanın eybini örtərsə, Allah da onun eybini örtər. Həmçinin deyir ki, kim bir çətinlikdə olanın çətinliyini aradan qaldırarsa, o çətinlikdə olan insanın işini asanlaşdırarsa, Allah Subhanahu Taala da onun dünya və axirət işlərini asanlaşdırar. Həmçinin deyir ki, kim bir müminin dünya sıxıntılarından bir sıxıntısını aradan qaldırarsa, Allah Subhanahu Taala da onun qiyamət günü sıxıntılarından bir sıxıntısını aradan qaldırar. Kim peşman olan bir kimsəni, yəni xəta edib və peşman olub, peşmançılığını bildirib, ona qarşı müamilə necə olmalıdır? Kim peşman olan bir kimsəni əfv edərsə, ondan keçərsə, Allah Subhanahu Taala da onun büdrəmələrindən, Allah Subhanahu Taala da onun səhvlərindən, xatalarından keçər. Səhvlərindən, xatalarından keçər. Və həmçinin deyir ki, kim bir qardaşının eybini axtararsa, Allah Taala da onun eybini axtarar. Əgər Allah Taala bir qulun eybini axtararsa, o evinin içərisində olsa belə Allah Taala onun eybini üzə çıxarar və insanlar içərisində onu rüsva eləyər. Həqiqətən çox təhlükəlidir. Çünki niyə görə? Əməl, cəza əməlin növündəndir. Nə əməl etmisənsə, onun müqabilində cəzalanacaqsan. Bu sözlər nəyə işarədir? Dərsin əvvəlindəki qaydaya. Yəni, əgər övlad valideynə qarşı itaətkar olarsa, valideynə ihsan eləyərsə, onunla gözəl davranarsa, onu qayğısında qalarsa, övladları da onun mükafatı olaraq ona da eyni forma yanaşarlar, eyni müamiləni edərlər. Və həmçinin deyir ki, kim bir müsəlmana zərər toxundurarsa, Allah da ona zərər toxundurar. Və həmçinin kim bir kimsə üçün, bir müsəlman üçün çətinliyi çətinləşdirərsə, asan olan bir işi çətinləşdirərsə,
Allah Teala da onun işlərini çətinləşdirər. Yəni cəza olaraq. Və kim bir müsəlmanı ona yardım olunması istənildiyi bir yerdə yardımsız qoyarsa, tək qoyarsa, Allah Subhanahu taala da həmin kimsəni özünün yardımı ehtiyac olduğu bir gündə, bir vaxtda onu yardımsız qoyar. Onu yardımsız qoyar deyir. Çünki nədir? Cəza əməlin növündəndir. Nə etmişdirsə onun müqabilində cəzalanır. Və həmçinin deyir ki, kim əff edər, keçərsə Allah Teala da ondan keçər. Və Allah Subhanahu taala kimə rəhm edər? Allah Subhanahu taala o kimsələr ki, rəhm edir, Allah Teala da onlara rəhm edər. Allah Teala rəhm edənlərə qarşı rəhimlidir. Həmçinin Allah Subhanahu taala yalnız deyir, qullarından rəhimli olan kimsələrə rəhm edər. Və həmçinin deyir ki, kim xəsislik etməzsə, infaq eləyərsə, Allah Subhanahu taala da onun mükafatını artırar, ruzisini artırar. Kim qoruyarsa ona verilən əmanəti, Allah Teala da onu qoruyar. Və həmçinin deyir ki, kim öz haqqından keçərsə, məsəl üçün bir kimsə onun haqqına girib, o haqqından keçərsə, Allah Teala da deyir, onu öz haqqından keçər. Məsəl üçün bir kimsə sənin haqqına girib, səndən Allah istəyir, sən ondan haqqını keçirsənsə, əff edirsənsə onu, bil ki, Allah Subhanahu taala da sənin üzərində olan haqlardan səni əff edər, keçər. Ondan sonra şeyx davam edərək deyir ki, İbn Qayyim rəhməhullah, kim bir kimsənin əff edərsə, onu cəzalandırmazsa, Allah Teala da onu əff edər. Və həmçinin deyir ki, kim insanları bağışlamaz, hər xırdalığa qədərdir, onları hesab kitaba çəkərsə, sorğulayarsa, Allah Teala da qiyamət günü ondan deyir, elə sərt və dəqiq hesab alar. Yəni kim insanlarla yumşaq yox, mülayim yox, əksinə sərt və xırdalığa gedərək bütün məsələləri, xırdalığa gedilməyəsi məsələləri də xırdalığa gedərək sorğu-sual edərsə, onları belə sorğu-suala çəkərsə, bilsin ki, Allah Teala da qiyamət günü onu o forma dəqiq və çox sərt sorğu-suala çəkəcəkdir. Sorğu-suala çəkəcəkdir. Niyə üçün? Çünki deyir, bu Allah Subhanahu taalanın şəriətidir, bu Allah Teala'nın qədəridir, bu Allah Teala'nın vəhisidir və Allah Teala'nın savabı və Allah Teala'nın bu da cəzasıdır deyir. Bunların hamısı bu yuxarıda saydıqlarımız bu əslin üzərində bina olunmuşdur. Hansı əsildir o da? Qaydada keçirilən əsil ki, əgər bir kimsə öz valideynlərinə qarşı xeyirxah olarsa, onların qayğısına qalarsa, onlara ihsan edərsə, yaxşılıq edərsə, övladları da onun mislində onunla elə müamilə edər. Aşağıdakı misallar da nə üçün idi? Bunlar hamısı, yəni dünyada nə edəcəksənsə onun qarşılığını görəcəksən. Yaxşıdırsa yaxşı, pissə pis. Bu misallar da bunun üçün idi. Və həmçinin şeyx davam edərək deyir ki, sən deyir, valideyninə qarşı sərt olan, valideynin qayğısına qalmayan, valideynin üzünə ağ olan elə bir övlad görməzsən ki, elə bir kimsə görməzsən ki, Allah Teala da deyir, həmin kimsəni ona oxşar, özünü əməl etdiyi kimi övladlarına ruziləndirməsin. Necə ki, özü valideynlərinə qarşı üzünə ağ olurdu, onlara xidmət etmirdi, onlara ihsan etmirdisə, elə bir övladlarla özü necə edirdisə, o form övladlarla ruzilənir və o övladları da özü ilə elə müamilə edər deyir. Onun deyir, həyatını zəhərə çevirənlər, onun həyatını deyir, həyatındakı rahatçılığını apararlar. Deyir ki, yaşama həvəsini əlindən alarlar. Yəni, belə bir övladlarla ruzilənər insan. Deyir ki, sən valideyninə yaxşılıq edən, valideyninə ihsan edən elə bir kimsəni görməzsən ki, Allah Teala deyir, onu deyir, özünün etdiyi yaxşılıqların müqabilində ona yaxşılıq edəcək övladlarla ruziləndirməsin. Nə üçün? Çünki cəza əməlin növündəndir. Valideynlərinə yaxşılıq etmişdi, Allah Teala da mükafat olaraq ona özünə gözəl xidmət edən, yaxşılıq edən övladlarla onu ruziləndirir. Əvvəlki isə valideynlərinə qarşı düşmənçilik edir, valideynlərin haqqına girir, valideynlərinə ihsan etmir, onlarla kobud davranır. O da o necə etmişdisə, özü ilə də elə müamilə edəcək övladlarla ruzilənmiş olur. Çox vaxt bu belə olur. Hansı ki, bu gündəlik həyatımızda yəni görülən bir şeydir, yəni sınaqdan keçirilən bir şeydir, zaten görürük bunu. Və şeyx deyir ki, o qədər insanlar var ki, övladları ilə ən incə, ən gözəl müamilələrlə müamilə edirlər. Lakin deyir, sonda onların sevgisini əldə etməyə, onların hallarını islah etməyə, düzəltməyə müvəffəq olmurlar. Nə üçündür bu? Övladları ilə gözəl müamilə edir, gözəl üslubla müamilə edir. Bununla yanaşı, yenə onlar xeyri müvəffəq olmurlar. Yəni, səbəb nədir? Deyir, əgər deyir, araşdırsa görər ki, səbəb nədir? Səbəb də deyir, onun özünün öz valideynlərin haqqına qarşı müqəssir olmasındadır.
özü öz valideynlərinin haqqında müqəssir olub, haqlarını verməyib, ona görə də deyir, ona mükafat olaraq, cəza olaraq elə bir övladlarla ruzlənib ki, o övladlarını da həmin qayğını görə bilmir, həmin müamiləni görə bilmir. Hansı ki, o istəyir ki, onunla elə müamilə olunsun, amma görə bilmir onu. Niyə görə? Çünki özü valideynlərin haqqında təqsir göstərmişdir. Cəza olaraq, onun əməlinin mükafatı olaraq ona da elə övladların ruzlənməsi oldu. Və elə qayğı göstərən övladların ruzlənməsi olur. Və həmçinin də bununla yanaşı əsas səbəblərdən biri də nədir? Allah Subhanahu taala tərbiyə məsələsinə etimad etməmək. Bəzi insanlar deyir ki, öz elminə, öz yaşayış tərzinə, öz səxafəsinə arxain olaraq övladını tərbiyə etməyə çalışır. Deyir ki, yəni övlad tərbiyəsi belə olmalıdır. Yox, övlad tərbiyəsində birinci nə olmalıdır? Allah Subhanahu taala etimad. Sırf Allaha etimad eləmək ki, yəni tərbiyə edən odur. Allah Taalaya etimadla yanaşı nə olmalıdır? Valideynlərin duası çoxlu və doğru düzgün tətbiq olunmuş, keçirilmiş səbəblərdən tutaraq övladlarını tərbiyə etmək olmalıdır. Yəni belə olarsa, əlbəttə ki, həm özləri xeyrə müvəffəq olar, həm də övladları islah olar. Bir, Allah Subhanahu taala etimad etmək tam şəkildə və ikinci, valideynlərinin Allaha daim dua etməsi, Allahdan yardım istəməsi bu məsələdə və həmçinin də onunla yanaşı öyrənilmiş, doğru düzgün təməllər üzərində qoyulmuş övlad tərbiyələrindən istifadə edərsə, bu qaydalardan istifadə edərsə, İnşallah ki, tərbiyə məsələlərində xeyrə müvəffəq olmuş olar və burada tələsməmək lazımdır. Çünki bu məsələ vaxt aparıcı və həmçinin də səbir tələb eləyən məsələlərdəndir. Və həmçinin şeyx deyir ki, deyir, nə xoşbəxtçilik, nə müvəffəqiyyət, nə də deyir ki, Allah tərəfindən müvəffəq olmaq, xeyirlərə müvəffəq olmaq, səadət mümkün deyil, onu əldə etmək mümkün deyil. Nə üçün? Əgər bir kimsə deyir, valideynlərinin razılığını əldə edə bilməyibsə, əgər bir kimsə dünyada səadəti, xoşbəxtçiliyi, müvəffəqiyyəti istəyirsə, mütləq valideynlərin razılığını əldə etməyə çalışsın. Valideynlər ondan razı olarsa, o insan həm dünyada səadətə çatar, həm müvəffəqiyyətə yetişər, həm də xoşbəxtçilik onunla olar daim. Əgər valideynləri ondan razı olarsa. Deyir, o qədər insanlar var ki, onlar bu dünya həyatının, dünyanın ləzzətindən məhrum olublar. Və həmçinin övladları ilə yoldaşlıq etməkdən, övladları ilə gözəl müamilə etməkdən məhrum olublar. Həmçinin həyatlarındakı müvəffəqiyyətlərdən məhrum olublar. Və həmçinin Allah Subhanahu taala yaxınlaşdıracaq salih əməllərdən məhrum olublar. Səbəb nədir? Bu cür əzəmətli əməllərdən məhrum olmaq səbəbi nədir? Dünyaları başlarına qaralmasının səbəbi nədir? Baxsaq görərək ki, səbəb nədir? Onların valideynlərinin üzünə ağ olmalarıdır. Valideynlərin üzünə ağ olmaları və onlara qarşı isyankarlıq etmələridir. Valideynlərin itaat etməməsi, onların qayğılarına qalmamasıdır. Ən böyük səbəb budur, deyir. Baxırsan, bu insanların halına, o insanların halı bir dərddən qurtarıb, digər bir dərdə girir. Bir bədbəxtçilikdən qurtarıb, digər bir bədbəxtçiliyə düçar olmasıdır. Və həmçinin bir müsibətdən xilas olub, digər bir müsibətə düçar olmalarıdır, deyir. Həyatları belə davam edir, deyir. Onların deyir, baxsan, sonluqları çox pis və qorxulu olur. Səbəb də nədir? Valideynlərin üzünə ağ olmaq. O ikinci qaydada bizim əsas öyrənəcəyimiz şey nə idi? Biz valideynlərimizlə necə müamilə edəriksə, elə bir övladlarla da rozlənərik. Çox halda bu belə olur. Ola bilər ki, bəzi hallarda əksi olsun. Amma çox halda belədir ki, əgər bir kimsə valideynlərinin üzünə ağ olmazsa, ona qayğı göstərərsə, ona itaat edərsə, onun daim qayğısında olarsa, Allah Teala da o necə müamilə edibsə, ona da elə onun qayğısında qalan övladlar nəsib eləyər. Göz bəbəyi olan övladlar nəsib eləyər. Bu qayda İbn-i Qayyimin sözləri də bu qaydada biz necə davranmalıyıq, nə etməliyik deyə buna dəlalət edirdi. Müamilə formamız necə olmalıdır övladlarla? Yəni, gözəl, doğru, düzgün övlad tərbiyəsi istəyiriksə, biz özümüz valideynlərimizlə olan tərbiyəmizə diqqət yetirməliyik və özümüzü islah eləməliyik. Sonra isə üçüncü qaydanı götürəcəyik, qısa qaydalar olduğuna görə. Üçüncü qaydada şeyx nə deyir? Bu tərbiyə məsələlərində ən mühüm olan şeylərdən birisi də rifqlə lin. Yəni, orada da yumşaqlıq, nəzakət, rəhimli olmaq və həmçinin zəriflik və mehribanlıq, bunların hamısını əhatə edir bu kəlmələr. Bunlar olmalıdır övlad tərbiyəsində. Xüsusən də 14-dən 21 yaşa qədər olan mərhələdə, o çətin mərhələdə mütləq tərbiyə metodikasının başında gələn nə olmalıdır? Yumşaqlıq, mehribançılıq və zəriflik, nəzakət, rəhim, bunlar olmalı. Bunlar olmazsa, deyir ki, onlarla övladları doğru düzgün tərbiyə etməkdə müvəffəq ola bilmərik. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, həqiqətən yumşaqlıq hansı bir şeydə olarsa,
onu gözəlləşdirər və hansı bir şeydən çıxarılarsa, götürülərsə yumşaqlıq, onu deyir, pisləşdirər, eybəcərləşdirər. Yəni, yumşaqlıq hansı bir işin içində varsa, onu gözəlləşdirəcək. Mülayimlik, yumşaqlıq hansı işdən götürülübsə, onu pisləşdirəcək. Baxsaq görərək ki, əgər insanlarla müamilə etdiyimiz zaman o kimsə ki, insanlarla yumşaq, gözəl şəkildə müamilə edir, ədəblə, əxlaqla müamilə edir, görürsən ki, müamiləsi olduqca gözəl, ona qarşı olan münasibət də qarşılığı çox gözəl olur. O kimsə ki, başqaları ilə müamilə etdiyi zaman, istəyir valideynləri olsun, istəyir dost-tanışı olsun, istəyir ailəsi ilə olsun, orada yumşaqlıqdan, mərhəmətdən əsər əlamət yox, əksinə kobuddur və təhqiraniz və xoşa gəlməyən üslublarla müamilə edirsə, artıq deyir, görürsən ki, onda da xeyir əldə etmək mümkün deyil. O müamilə formasını korlayar, o münasibətləri korlayar. Niyə görə? Çünki orada mülayimlik qaldırıldığına görə. Ona görə kim işinin gözəlləşməsini istəyirsə, mütləq işdə, danışığında və əməlində mülayimlik olmalıdır. Sərtlik yox. Bilsin ki, işi əgər əksinə gedirsə, pisləşməyə doğru gedirsə, bilsin ki, o işində, o davranışında mülayimlik və yumşaqlıq və rəhimlik, zəriflik qaldırılmışdır. Ona görə də cəza olaraq da bununla qarşılaşır. Və Peyğəmbər s.ə.v-in hədisidir, Müslimdə rivayət olunub hədis. Ona görə deyir ki, bir şeydə yumşaqlıq olarsa, yəni yumşaqlıq hər hansı bir şey nə olursa olsun, əgər orada olarsa, o işi gözəlləşdirər və o işi təmkinləşdirər. Əgər yaxşılıq, mülayimlik, yumşaqlıq, hansı iş olursa olsun, əgər orada varsa, o işi mütləq gözəlləşdirəcək və mütləq onu təkmilləşdirəcək. Hətta deyir, bu qəzəb, məzəmmət, qınama və cəza halında olsa belə, məsələn, biri digəri ilə qəzəbli halda müamilə etsə belə, məzəmmət etsə belə, qınasa belə, cəzalandırsa belə, amma o mülayimlik çərçivəsində olarsa, onun haqqı olduğu miqdarında olarsa, onda görərsən ki, onu da gözəlləşdirər deyir. Orada zülm olmazsa, onu da gözəlləşdirər. Çünki şeyx deyir ki, həqiqətən qulun əldə etməsi tələb olunan şeylər içərisində ən əzəmətli şeylərdən birisi nədir? Mülayimlikdir. Mülayimlikdir. Çünki bu, bütün işlərində onu xeyrə müvəffəq edəcək və işlərini gözəlləşdirəcək səbəblərdən birisidir mülayimlik. Qulun, yəni, əldə edəcək şeylər içərisində ən əzəmətli şeylərdən, ən əfsəl şeylərdən birisi də budur, mülayimlik. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə anamıza tövsiyə etdikdə nə deyir? Deyir ki, ey Ayşə, sənə vacib olan Allahdan qorxmaq və mülayim olmaqdır. Allahdan qorxmaq və mülayim olmaqdır. Şeyx deyir ki, baxın, deyir, burada Peyğəmbər sallallahu aleyhi və səlləm mülayim olmağı Allahdan qorxmaqla yanaşı gətirmişdir. Allahdan qorxmaqla yanaşı gətirmişdir. Ne üçün? Çünki deyir ki, Allahdan qorxu, Allah qorxusu, Allahdan qorxmaq insanın özü ilə Allah arasında olanları islah edir, düzəldir. Amma yumşaqlıq isə insanın özü ilə digər məxluqatlar arasında olan müamiləni gözəlləşdirir, onu islah edir. Deyir ki, mülayimliyin daxil olduğu elə bir ev yoxdur ki, ora xeyir və müvəffəqiyyət daxil olmasın. Əgər kimsə bir evinə müvəffəqiyyətin, Allah tərəfindən müvəffəqiyyətin və xeyrin daxil olmağını istəyirsə, ev əhli orada mülayim olmalıdır və mülayimliyi o evə salmalıdır. Kobudluq və təhqiramiz sözlər və pis davranış o evdən götürülməlidir ki, hətta ev və ev əhli xeyrə müvəffəq olsun və ev əhli xeyr içərisində olsun. Ona görə deyir ki, əgər bir evə mülayimlik daxil olarsa, bilinsin ki, xeyirlə müvəffəqiyyət də onunla bərabər artıq daxil olmuşdur. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala bir ev əhli üçün xeyir istəyərsə, onlara deyir, o ev əhlinə deyir, mülayimliyi salar. O evə mülayimliyi salar. Yəni, o ev əhli bir-birinə qarşı mülayim, təmkinli, səbirli, rəhimli və yumşaq, nəzakətlə davranan kimsələr olar. Əgər Allah subhanət hala, həqiqətən çox əzəmətli bir hədisdir. Deyir ki, əgər Allah subhanət hala bir ev əhli üçün xeyir istəyərsə, o evə mülayimliyi salar. Ev əhli bir-birinə qarşı mülayim olar, mərhəmətli olar. Necə ki, deyir ki, əgər kim mülayimlikdən, yumşaqlıqdan məhrum olubsa, bilsin ki, dünya və axirət xeyirlərindən məhrum olmağa daha çox layiqdir. Əgər bir kimsə mülayimlikdən və yumşaqlıqdan, rəhimlikdən, təmkinlikdən məhrum olubsa, dünya və axirət xeyirlərindən məhrum olmağa o kimsə daha layiqdir.
daha layiqdir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim mülayimlikdən məhrum olarsa, artıq xeyirdən məhrum olmuşdur. Çünki bütün xeyirləri mülayimlik özü ilə bərabər gətirir. Necə ki, əvvəlki hədislərdə biz zikr etdik. Əgər Allah təala bir ev əhli üçün xeyir istəyərsə, o evə mülayimliyi salar. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə anamıza tövsiyəsində nə dedi? Dedi ki, Allahdan qorx və mülayim ol. Ona görə deyir ki, kim mülayimlikdən məhrum olarsa, artıq xeyirdən məhrum olmuşdur. Ona görə də bu davranış məsələlərinə diqqət yetirmək lazımdır. Övlad tərbiyəsində ən mühüm qaydalardandır. Övlad tərbiyəsində əgər mülayimlik olarsa, yumşaqlıq olarsa, rəhmət olarsa, təmkinlik olarsa, vallahi ki, orada bərəkət olacaq, o xeyir olacaq. Mütləqdir, qaçış yeri yoxdur. Mütləqdir. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisləri göz qabağındadır. Əgər o işdə mülayimlik varsa, mütləq gözəlləşdirəcək o işi, mütləq. Əgər o işdə mülayimlik varsa, mütləq xeyir onunla yanaşıdır. Əgər mülayimlik götürülübsə, mütləq o işi pisləşdirəcək və xeyir də ondan uzaq olacaq. Və xeyir uzaq olarsa, iş pisləşərsə, əlbəttə insan ya özünün islahına, ya da övladlarının islahına müvəffəq olmaz. Yorulmaqdan başqa bir şey qalmayacaq. Rifq də nədir? Rifq də yumşaqlıq, bayaq dediyimiz kimi insanların sözdə, insanların danışıqda və hərəkətlərində mülayimlik və daha deyir, yəni asanlaşdırma yolunu tutmasıdır. Rifq, yəni nə deməkdir? Yəni insanların danışıqda və hərəkətlərində mülayimlik və daha asan yolu tutmalarına rifq deyirlər, yumşaqlıq deyirlər. O da ki, şiddətin, sərt qəlbliliyin əksidir. Şiddətin və sərt qəlbliliyin əksidir. Ona görə baxsan görərsən ki, deyir ki, yumşaq, mülayim sifətə sahib olan kimsə daim ehtiyac olduğu şeyə çatır. Ya bütünlükdə, ya da bir hissəsinə çatır. Əgər mülayimlik varsa həmin kimsədə. Əgər sən baxsan görsən ki, o şiddət olan insana, qəlbi daş olan insana, o deyir, ən hansısa bir şey istədiyi zaman ona çata bilmir. Çatsa da olduqca məşəqqətlə gedib çatır o şeyə, istədiyi şeyə. Və çatandan sonra da çox güman ki, deyir, tamamlamağa da müvəffəq olmur. Əldə etsə də məşəqqətlə həmin o xeyri tamamlaya bilmir, deyir. Niyə görə? Çünki deyir, bu xeyir nə ilə yanaşıdır? Mülayimliklə. Əgər o şeydən mülayimlik götürülübsə, artıq deyir, o iş korlanmalıdır və xeyir də ondan uzaq olacaq. Xeyir də ondan uzaq olacaq. Həqiqətən deyir, bu çox mühüm bir yol, çox mühüm bir qaydadır ki, hər birimizin üzərinə vacibdir ki, bu qaydanı həm övladlarımızla müamilədə, həm də həyat yoldaşlarımızla müamilədə bunu tətbiq edək. Allah Subhanahu taala bizi eşidib faydalanlardan etsin. Allah Subhanahu taala bizi irəlilikdən sonra geriləməkdən, doğru yolda olduqdan sonra azmaqdan qorusun. Allah Subhanahu taala bizi özümüzü islah eləsin və övladlarımızı da gözəl şəkildə Quran və sünnə üzərində islah etməyə Allah təala bizi müvəffəq eləsin. Allah Subhanahu taala bizi utandırmasın. Allah təala bizə övladlarımızı göz bəbəyi olan övladlarla ruziləndirsin. Allah Subhanahu taala bizim övladlarımızı islah eləsin. Daim başımızı uca edən övladlarla Allah təala bizi ruziləndirsin. Allah Subhanahu taala bizi xeyrə müvəffəq eləsin. İrələdikdən sonra geriləməkdən, doğru yolda olduqdan sonra azmaqdan qorusun. Allah Subhanahu taala bizi əff olunan bəndələrdən eləsin. Allah taala bizi əff eləsin, rəhm eləsin. Allah bilir doğrusunu. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə ent, əstəğfiruka və etûbu ileyk.